Binəqədi qəsəbəsində yeni tikilən molun tam yaxınlığında yol kənarında 20 metr yoldan məsafəsi olan 592-108B avtobusların xəttinə 20 metr aralıqda olan bir dənə qəşəng bir 3 otaqlı həyət evimiz açılıb. Evimiz şəxsi tikilidir, bir dənə ətraflı çək. Deməli, evimizin həyət hissəsində bir otaqlı evimiz var. Xudmanı elə bir şey remont lazımdır ora. Əlavə kirayə vermək üçün qəşəng bir dənə də 2 otağımız var çıxışda. Onu da göstərəcəm sonda. Evimiz 2 sot 300 yerdə yerləşir torpaq sahəsində. Evin öz kvadratı da 180 kvadratdır. 13 daş kürsünün üzərində qoşadaşlı podval hissəsində bir dənə çək ətraflı qəşəng əlavə beşlərimizi yığmaq üçün super yerimiz var. Evə belə deyim də yüngülvari remont işi lazımdır, fasad işləri lazımdır. 13 daş kürsünün üzərində yerləşir. Gəl. Bir dənə belə bir də qəşəng uzunlamasına dəhlizimiz var. Oturub durmağa kifayət qədər də yerimiz var elə dəhlizdə. Gəl. Super bir də qonaq otağımız var. Tək qonaq otağımız 30 kvadratdır. Bir də ətraflı çək. Evin də istilik sistemi gördüyünüz kimi peçdir. Evimiz qəşəng bir qiymətə satışa çıxıb. Sonunda qiymətini deyəcəm. Ətraflı bir də götür qonaq otağın. Bir dənə belə bir dənə də qəşəng mətbəx otağımız var. Burada da oturub durmağa qəşəng yerimiz var. Həmçinin indi 3-cü otağı göstərəcəm. Oranı mətbəx edib, buranı otaq da eləmək olar. Genişliyinə görə. Yəni də belə bir xudmani otağımız var. Buranı mətbəx eləyib, mətbəx otağında öz otağı kimi istifadə oluna bilər genişliyinə görə. Belə bir dəqiqə şey sanzelimiz var. Bir də belə bir geniş yataq otağımız var. Bir də ətraflı götür. Evimiz yenə qeyd etdiyim kimi qoşadaşlı 13 daş kürsünün üzərindədir. Bütün pəncərə sistemi də hamısı öz həyət hissəsinə baxır. Deməli, evimizin həyətində bir otaq ayrı, 2 otaq da çıxışında var. Ancaq remont lazımdır onlara. Yəni kirayə üçün əlverişlidir. Evimiz 3 otaqlıdır, 13 daş kürsünün üzərində qoşadaşlı. 2 mərtəbəli evdir. Evimizin start qiyməti 68.000 manatdır. Real alıcıya qəşəng bir dənə endirim olunacaq. Düz yol kənarında 20 metr avtobusdan aralıda yerləşir. Sağ olun, salamat qalın.